Salam hörmətli izləyicilərim. Bugün sizə belə bir sadə bir toxunuşun toxunmasını istəyirəm göstərim. Bundan da jilet, şəkət, nə istəsəz toxuya bilərsiniz. Yəni çox adi, sadə toxunuşdur. Bir dənə burada rezinka hissələrini mən ayrı cür toxumuşam. Yəni bu da sadə toxunuşdur. Bu sapındakı belə 100 qramlıq 350 metrəlik bir sapdır. Bunun üçün mən milimi tək ilmələrdir, cüt, tək necə istəsəz yığa bilərsiniz. Yəni burada sayı heç bir fərqi yoxdur. İndi bunun üçün mən belə bir sapımı götürürəm. Bunun üstünə milimə yığıram. Az miqdarda ilmələri. Üç, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 ilmə yığacağım milimin üstünə. Düyün atıram, açılmasın. Bu artıq sapı da buradan kəsirəm. İndi burada mən rezinka hissəsini hər iki üzdən tərs toxuyuram. Birinci ilməni toxuyuram. Birinci sıra olduğuna görə. Belə. Qalan ilməkləri tərs toxuyuram. Siz istəsəz başqa cür də toxuya bilərsiniz rezinka hissəsini. Mən bu formada toxumuşam. Bir düz, bir tərs də toxumaq olar. Həm yaxa hissəsini, həm də bu aşağı hissəsini, ətək hissəsini. Mən bu formada toxumuşam. Bunu jaketə, bir də jiletə yaxası açıq da formada nə toxuyacaqsınızsa onu toxuya bilərsiniz. İndi tərs üzüdür. Tərs üzündən də bir sıra tərs toxuyuram. Bu ətək hissəsini siz neçə sıra istəsəniz o qədər də toxuya bilərsiniz. Mən bu hissəni burada göstərdiyim kimi mən 4 sıra toxumuşam burada. 1, 2, 3, 4. Yəni 4 sıra düz üzdən, 4 sıra da tərs üzdən toxumuşam. Buranı da kim nə qədər istəyir o qədər götürə bilər. Burada da mən 10 neçə ilmə bax sayım. 2, 4, 6, 8 ilməkdir. Bu hissəni 8 ilmək götürmüşəm. Siz 10 da götürə bilərsiniz. Eyni istəsəz biraz da artıq götürə bilərsiniz. Mən buranı 8 götürmüşəm. İndi buranı yenə bir neçə sıra toxuyuram. Sonra bu rezinka buranı, yaxa hissəsini göstərəcəm sizə.
Mən indi buranı 4 sıra toxudum. 4 sıra düz üzdən, 4 sıra da arxa üzdən. İndi buradan mən burada kənar ilməni tərs götürürəm belə. Qalan ilməkləri düz toxuyuram hamısını. Buradan düz üzüdür. Düz üzdən bütün ilməkləri düz toxuyuram. Buradan 2, 4, 6, 8 ilmek saxlamışam orada. Buranı toxuyuram. Bu 8 ilməyi yenə hamısını tərs toxuyuram. Düymə tikmək üçün buranı. Buranı tərs toxuyuram. Tərs üzdən də hamısını tərs toxuyuram. Tərs üzdən hamısını tərs toxudum. Belə formada. İndi bu üzdən yenə bu düzləri düz toxuyuruq burada. Bura çatanda bu həmin hissəni 2, 4, 6, 8 ilməni yenə bu 8 ilməni hər iki üzdən tərs toxuyuruq. Bu qalan ilməkləri hamısını düz toxuyuruq. Bu toxuduqdan sonra belə alınır formada. Yəni düz ilməklərdir də hamısı. Təkcə bu hissələri hər iki üzdən tərs toxuyuruq. Bu hissəni isə düz üzdən düz, tərs üzdən də tərs toxuyuruq. Çox asan jilet jaket toxumaq üçün çox asan bir toxunuşdur. Heç bir naxış yoxdur. İndi bunu belə saxlayacağım. Gələn videomda buradan cib yeri açmağı göstərəcəm. Bu hissədən cib necə toxunursa, mən özüm necə toxuyuramsa onu göstərəcəm. Kimsə başqaları bəlkə başqa cür toxuyur. Mən öz toxuduğumu göstərəcəm. Sağ olun, gələn videomda görüşənə qədər.